Sahil müəllim, mən sizin siqareti tərk etdirmə metodunuzun kitabını almaq istəyirəm. Amma bilmək istəyirəm ki, sizin metodunuzun, kitabınızın keyfiyyəti necədir? Kimi suallar verən insanlara deyirəm ki, kitabımın və metodumun keyfiyyəti haqqında ən yaxşı məlumatı ictimai televiziyaya verdiyim bu müsahibəyə baxaraq öyrənə bilərsiniz. Elektron siqaret bir bəhanədir məncə, elə deyil mi? Çox super bir sual verdiniz. Qədim və orta dövrlərdə, müharibələrdə əsgərlər bir-birlərini qılıncla, oxla öldürürdülər. Amma bugün müasir dövrdə müasir silahlarla öldürürlər. Artıq siqaret də biri var ənənəvi, adi bildiyimiz siqaret, bir də var elektron siqaret. Eyni bir şeydir. Sanki o silahın müasir növüdür. Qılıncı müasir növüdür, o da bizi öldürür. Yəni əsgər üçün qılıncla, oxla və yaxud da ki, avtomatla ölməyin bir fərqi yoxdur. Sonunda o ölür. Aldanmamalıyıq ki, bu elektrondur, bu zərərsizdir. Belə bir şey yoxdur. Elektron siqaret bir çox ölkələrdə qadağan edilibdir. Tələ nə qədər müasirdirsə, bir o qədər təhlükəlidir. Silah nə qədər müasirdirsə, bir o qədər onun kütləvi qırğın potensialı daha çoxdur. Yəni siz aldanmayın ki, bu elektrondur, zərər verməz. Əksinə, elektrondur demək ki, daha hiləcərdir. Daha çox sizi öldürmə imkanı var. O yüzdən də bu yanlış inançlardan qopmaq lazımdır. Möhtəşəm sağlamlıq müjdəsi 300 manata olan siqareti tərk etdirmə metodumun kitabını endirimlə 50 manata əldə edə bilərsiniz. Endirim kampaniyası 2 gün ərzində keçərli olacaqdır. Sevgilər.